kişini qadının və yaxud da həyat yoldaşının gözündən salan 4 dənə amil var. Hər hansı bir kişi bu 4 şeyə düçar olarsa, qorxsun ki, həyat yoldaşının gözündən düşəcək. Birincisi, xəyanət. Yəni, bir kişi həyat yoldaşını aldatarsa və yaxud da başqa qadınları həyat yoldaşından üstün tutarsa və bunu zövcəsi kəşf eləyərsə, kişi onun gözündən düşər. İkinci səbəb, kişi zövcəsini davamlı şəkildə tənqid etməsi. Yəni, zövcə ona yemək də bişirsə, onun üçün bəzənib düzənsə də, onun üçün ən gözəl paltarları geyinsə də, heç bir türlü əsla ondan razı olduğunu bildirmir. Davamlı şəkildə tənqid edir. Belə olanda kişi mütləq qadının gözündən düşür. Üçüncüsü, etdiyi yanlışları boynuna almaması. Yanlış da olsa, doğru da olsa özünü davamlı şəkildə təmizə çıxartmağa çalışması. Dördüncü və bu da ən təhlükəli səbəblərdən biridir ki, kişini qadının gözündən salır. Başqa qadınlara meyilli olması. Yəni, gülürsə başqa qadınlara gülür, təbəssüm eləyirsə onlara təbəssüm eləyir, əxlaqı varsa da başqalarını göstərir və bunu ailəsi bu xəssiyyətdə olduğunu bilməsi.